İnsan dua eləyəndə, danışanda, özü duanı ürəyində keçirmə, danış Allahla, hərdən bir cuşədə danış. İlahi kömək elə, Allahım onu lütf elə. O dua nə yaradır? Kontakt yaradır. Bəzən deyir ki, mən iş bilmir ki, nə? Yox, danış ki, ünsiyyət yaransın. Bax, gəlmirsən, bir nəfərlə oturmuşsan, o sənə baxırsan ona. O sənə baxırsan ona, son. Birdən oradan, buradan söhbətsən. Abi, mən sən harada görmüşəm? Sən harada oxumusan? Falan məktəb. Bəlkə başlıq danışma, nə oldu? Kontakt yarandı yoxsa yox? Zarafat düzgün. Dua ünsiyyət yaradır. Allahla sən aranda. Bunu istəyirəm deyim. O şaşırsınız. Duanı ki adam dilinə gətirəndə rabitə yaranır. Ünsiyyət, danışırsan. Bir cavabı budur. İnsan Allah güman eləmədiyi yerdən ona görə ruziləri verir ki, hədis davamında buyurur ki, çox dua eləyəsən, çox ünsiyyət qurasın. Çox ünsiyyət. Mənim mövzum bu deyil. Mövzum bu deyil. Xülasə, insan bir yerdən gəlməyəndə daha o yer ki yoxdur arxayın açsın axı. Gözün bir yerdən stabil gəlir, oranı görür, da qafil olur. O hissə, səbəb, vəsilə onun qafil edir. Da onu görmürsən. Kimi görürsən yalnız dostun gətirdi verdi, dostun gətirdi verdi, dostun gətirdi verdi. Filan kəs yerdir, filan yerdən gəldi. Bu adam nə edir? Bəzən qafil edir. Allah deyir ki, özüm belə eləyirəm ki, qafil olmasın.